Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlar, əziz müsəlmanlar, biz deməli fiqh kitabında oruc fəslində qalmışdıq və həmin fəslin növbəti hissəsindən danışacaq. Allah Taala hər birimiz üçün faydalı etsin. Müəllif bu mövzuda oruç tutan üçün müstəhəb olan əməllərdən danışır və burada 11 dənə müstəhəb əməl gətirir. Deməli, diqqət edin, əziz qardaşlar, əziz müsəlmanlar. Müəllif buyurur ki, oruç tutan üçün müstəhəb olan əməllər. Ən birincisi, oruç tutan üçün müstəhəb olan əməl səhurdur. Yəni, səhurdan istifadə etmək, səhur yeməyini yemək, yəni səhur vaxtı, yəni yemək yemək. İkinci buyurur ki, müstəhəb olan əməl, oruç tutan üçün müstəhəb olan əməl, səhuru gecikdirməkdir. Yəni, səhurun vaxtını yəni sübh namazına az bir vaxt qalmışa qədər gecikdirməkdir. Sonra buyurur ki, üçüncü oruç tutan üçün müstəhəb olan əməl, orucu açarkən, iftar edərkən, iftarı tezləşdirməkdir. Və sonra buyurur ki, dördüncü müstəhəb olan əməl, oruc açarkən, orucu xurma ilə açmaq müstəhəb olan əməllərdəndir. Sonra buyurur, beşinci müstəhəb olan əməllərdən, oruc açarkən, oruc açan əsnada dua etmək, dua oxumaq. Sonra buyurur, altıncı müstəhəb olan əməllərdən, deməli, oruc tutan şəxsə bir nəfər xoşagəlməz bir söz dedikdə və ya onunla cahil kimi rəftar etdikdə və ya savaşmaq istədikdə, oruc tutanın mən orucam deməsi müstəhəb əməllərdəndir. Yəni, mən oruç tutmuşam deməsi müstəhəb olan əməllərdəndir. Sonra buyurur ki, yedinci müstəhəb olan əməllərdən oruclu olarkən oruç tutanın misvaqdan istifadə etməsidir. Yəni, dişlərini təmizləməsidir. Ondan sonra buyurur, 8-ci oruç tutan üçün müstəhəb olan əməllərdən bu ayda, yəni Ramazan ayında oruclunun əli açıq olmasıdır, cömərd olmasıdır, səxavətli olmasıdır. Sonra buyurur, 9-cu oruç tutanın müstəhəb əməllərin Quran oxumasıdır, Quran öyrənməsidir, Quranı tilavət etməsidir. Ondan sonra buyurur, deməli 10-cu oruç tutan üçün müstəhəb olan əməllərdən oruç tutanlara iftar verməkdir. Oruclarını açmaq üçün onlara iftar verməkdir. Sonra buyurur, nəhayət 11-ci müstəhəb olan əməllərdən Ramazan ayının axır 10 günündə ibadətləri daha da ciddi şəkildə etməkdir. Daha çox çalışmaqdır ibadətlər üçün. Deməli, müəllif bu müstəhəb əməllərin hər birinə ayrı-ayrılıqda hədislərdən dəlillər gətirib. İlk olaraq səhur barəsində, yəni müstəhəb olan əməllərdən, oruç tutanın müstəhəb olan əməllərindən səhur etməkdir. Bu barədə Ənəs İbn Məlikin rəvayət etdiyi hədisi gətirir. Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, təsəhhəru, səhur edin. Yəni səhur, səhər vaxtı yemək yeməkdir. Səhər vaxtı. Fə innə fis-suhuri barakətən. Çünki səhur vaxtında bərəkət var. Yəni səhurda bərəkət var. Yəni səhər yeməyində bərəkət var. Bu hədisi İmam Buxari və İmam Muslim rəvayət etmişlər. Allah hər ikisinə rəhmət eləsin. Bu hədis onu göstərir ki, səhurda bərəkət var və ona görə insan səhur etməsi müstəhəb olan əməllərdəndir. Bərəkət sözünün lüğəti mənası
əziz qardaşlar, əziz müsəlmanlar, artmaq və ziyadə mənasını bildirir. Deməli, burada səhurdakı bərəkət bir neçə yönə ayrılır. Yəni, bərəkətdə məqsəd, yəni alimlər qeyd edir ki, az olan yeyəcəyə oruca yardım olaraq qüvvət bəxş etməsidir. Yəni, az olan bir yeməklə yəni oruc tutana qüvvət bəxş olunmasıdır. Və müəllif qeyd edir ki, daha doğrusu alimlər qeyd edir ki, bu hədis barəsində yəni buradakı murad, məqsəd, bərəkət deyildikdə sünnətə tabi olmaqdır, sünnətə müvafiq olmaqdır. İkinci, kitab əhlinə, xüsusən yahudilərə və xristiyanlara müxalif olmaqdır. Çünki necə ki, hədisdə də qeyd olunur, bu hədisin şərhində də alimlər qeyd edir ki, yahudilər və xristiyanlar, kitab əhli səhur etməzlər və o baxımdan da kitab əhlinə müxalif olmaqdır. Və həmçinin buyurulur ki, alimlər qeyd edir ki, hədisin şərhində ibadətə təqvalı yanaşmaqdır. Yəni, ibadətdə təqvalı olmaqdır. Dördüncü, fəal olmaqdır, yəni aktiv olmaqdır. Bədənin yəni müqaviməti güclü olur, fəal olur, aktiv olur səhur edən şəxslər. Və həmçinin buyururlar ki, aclığın səbəb olduğu pis davranışın qarşısını almaqdır. Və sonra buyurulur ki, bu hədisin şərhində qeyd edirlər alimlər. O gün istəyən, yəni həmin gün oruç tutan bir şəxs əgər oruç tutandan bir şey istəyərsə və yaxud da ki, bir yerdə oruc açması üçün, yəni istəyərsə, orucunun açılmasını istəyərsə, o şəxs də yəni sədəqə verməyə səbəbdir. Yəni orucu tutan, səhur edən şəxs üçün, yəni bir şəxs bir şey istəyərsə, sədəqə istəyərsə, həmin şəxsin sədəqə verməsinə səbəbdir. Bu kimi qeyd edirlər. Və sonra alimlər qeyd edir ki, yəni müstəcəb bir vaxtda, xüsusən səhur vaxtı duaların qəbul olan vaxtlarıdır. Və o vaxtda həmin şəxs deyir, dua və zikr etmək üçün həmin vaxt bir səbəbdir. Yəni Allah Taalaya dua etməsi, onu xatırlaması, yada salması üçün bir səbəbdir. Sonra əziz müsəlmanlar, müəllif qeyd edir ki, ikinci müstəhəb olan əməllərdən oruç tutan üçün səhurun gecikdirilməsidir. Bu barədə də Zeyd ibn Səbitin, Allah ona razı olsun, rəvayət etdiyi hədisi qeyd edir. Və buyurur ki, Zeyd ibn Səbit səhabədir, deyir ki, biz birlikdə Peyğəmbər sallallahu aleyhi və səlləmlə səhur yeməyi yedik, səhur etdik. Sonra deyir, qalxdıq, namazı qıldıq, yəni sübh namazını qıldıq. Və mən dedim, burada dedim, alimlər qeyd edir ki, iddia olunan, daha doğrusu deyirlər ki, Ənəs ibn Məlikdir, ravi, aradakı ravi. Deyir ki, mən soruşdum, yəni Ənəs soruşdu ki, həmin o iki, yəni vaxt, o ikisinin arasındakı vaxt nə qədər idi? Yəni sahurla sabah namazının, sübh namazının arasında olan vaxt nə qədər müddət idi? Və Zeyd deyir ki, həmin vaxt deməli 50 ayə oxunacaq qədər bir vaxt idi. Yəni bir kimsənin 50 ayə oxuya biləcəyi qədər bir vaxt idi. Yəni sahur edirlər Peyğəmbər sallallahu aleyhi və səlləmlə bir yerdə Zeyd ibn Səbit. Sonra deməli qalxırlar sübh namazını qılmaq üçün. Və orada Ənəs ibn Məlik soruşur ki, həmin sahur yeməyi ilə sübh namazının arasındakı olan vaxt nə qədər müddət idi və Zeyd də sahabə deyir ki, həmin o vaxt deməli bir kimsənin 50 ayə oxuya biləcəyi bir vaxt qədər idi. Təxminən deyirlər ki, burada 3-4 dəqiqə vaxt müddətindədir və bu kimi qeyd edirlər. Bu hədisi də İmam Buxari və İmam Muslim rəvayət etmişdir. Allah hər ikisinə rəhmət eləsin. Sonra müəllif burada başqa bir hədis gətirir. Əbu Zər Əl-Ğaffarinin hədisini, Allah ondan razı olsun. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, mənim ümmətim səhuru gecikdirdikləri, eyni zamanda iftarı da tezləşdirdikləri müddət boyunca xeyir içində olacaqlar. Yəni nə qədər ki, mənim ümmətim səhuru gecikdirəcəklər,
eyni zamanda da iftarı tezləşdirəcəklər. O zaman onlar xeyir içərisində olacaqlar. Bu hədisin deməli isnadını, bu hədisi daha doğrusu İmam Əhməd rəvayət etmişdir. Deməli, bəzi alimlər bu hədisin isnadına zəif demişlər. İbn Mulqin, deməli, Buxarini şərh edən alimlərdən biridir. Lakin o, bu hədisin isnadına səhih deyib. Amma bir çox alimlər isə bu hədisin isnadına zəif demişlər. Amma burada İbn Abdülbar böyük alimlərdəndir. Deyir ki, hansı ki, iftarın tezləşdirilməsi və səhurun gecikdirilməsi barəsində varid olan hədislər səhihdir. Və ümumiyyətcə qeyd edirlər ki, alimlər səhurun gecikdirilməsi və iftarın da tezləşdirilməsi sünnədəndir. Sünnət olan əməllərdəndir. Sonra müəllif qeyd edir, üçüncü, oruç tutan üçün deməli, müstəhəb olan əməllərdən orucu açarkən tezləşdirməkdir. İftarı tezləşdirmək. Bu barədə də Səhl ibn Sədin hədisini gətirir. Səhl ibn Səd səhabədir. Allah ondan razı olsun. Buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, insanlar iftarı tezləşdirdiyi müddət boyunca xeyir içərisində olacaqlar. Yəni, burada deməli, səhur kəlməsi keçmir. Yalnız iftar kəlməsi keçir. Buyurulur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm insanlar orucu açmağı tezləşdirdiyi müddət ərzində xeyir içərisində olacaqlar. Bu hədisi də İmam Buxari və İmam Muslim rəvayət etmişdir. Allah hər ikisinə rəhmət eləsin. Sonra müəllif qeyd edir. Dördüncü, oruç tutanın müstəhəb olan əməllərindən orucu açarkən xurma ilə açılmasıdır. Yəni, oruc açarkən orucu xurma ilə açmaq. Əgər xurma olmadığı təqdirdə orucu su ilə açmaq müstəhəbdir. Və bu barədə də müəllif Ənəs ibn Məlikin hədisini zikr edir. Ənəs ibn Məlik, Allah ondan razı olsun, buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm orucunu namazdan öncə, yəni məğrib namazından öncə bir neçə yaş xurma ilə açardı. Yaş xurmalar olmadığı təqdirdə o zaman Peyğəmbər sallallahu aleyhi və səlləm orucunu quru xurmalarla açardı. Quru xurmalar da olmadıqda o zaman bir neçə qurtum su içib orucunu açardı. Diqqət edin, hədisdə qeyd olunur ki, yuftiru qablə ən yusalli alə rutabətin. Rutabət kəlməsi ərəb dilində yaş xurmaya deyilir, yaş xurma. Rasulullah sallallahu aleyhi və səlləm namazdan öncə yaş xurmalarla, bir neçə xurmayla orucunu açardı. فَاِنْ لَمْ تَكُنْ رُطَبَاتٌ فَتُمَيْرَاتٌ. Yəni deyir ki, əgər yaş xurmalar olmadığı halda o zaman Peyğəmbər sallallahu aleyhi və səlləm xurmalarla, adi quru xurmalarla orucunu açardı. Və quru xurmalar da olmadığı halda o zaman Peyğəmbər sallallahu aleyhi və səlləm bir neçə qurtum su içməklə orucunu açardı. Hədisi Abu Davud, Hakim, Tirmizi rəvayət etmişdir. Bu hədisin isnadı həsəndir, məqbuldur, qəbul olunan dərəcədədir. Sonra əziz müsəlmanlar, müəllif qeyd edir ki, oruç tutan üçün müstəhəb olan əməllərdən beşincisi iftar edən zaman dua etməkdir. Yəni, oruç tutanın orucu açdığı zaman həmin əsnada dua etməsidir. Bu barədə Abdullah ibn Ömərin hədisini gətirir. Allah ondan və atasından razı olsun. Və Abdullah ibn Ömər deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm iftar etdiyi zaman belə deyərdi, bu duanı oxuyardı. Zəhəbə zəməu vəbtəllətil uruqi və səbətəl əcru inşəallah. Yəni, mənası nədir? Zəhəbə zəməu, mənası odur ki, susuzluq aradan qalxdı, susuzluq getdi. Və vəbtəllətil uruq, yəni damarlar islandı.
damarlar islandı, sulandı. Və səbətəl əcru inşaallah. Allahın istəyi ilə artıq əcr təsdiqləndi. Əcrin, mükafatın verilməsi sabitləndi, sabit oldu, təsdiq olundu. Yəni artıq deməli damarlar susuzluq getdi, damarlar islandı və Allahın istəyi ilə əcrin yazılması qaldı. Yəni əcr artıq mükafat yazılır. Bu hədisi də Əbu Davud, Hakim və Beyhəqi rivayət etmişlər. Bu hədisin isnadı da həsəndir, məqbuldur. Deməli qəbul olunan dərəcədədir. Sonra əziz müsəlmanlar, müəllif 6-cı oruç tutan üçün müstəhəb olan əməli qeyd edir. Buyurur ki, 6-cı olan müstəhəb əməl odur ki, əgər bir şəxs oruç tutana xoşagəlməz bir söz deyərsə, yəni onu söyərsə, təhqir edərsə və yaxud ona qarşı cahil kimi rəftar edərsə və onunla münaqişə edərsə, onunla savaşarsa, vuruşarsa, o zaman oruç tutan şəxsin bu cür deməsi müstəhəbdir. Necə ki, hədisdə qeyd olunur, mən oruç tutmuşam və mən orucluyam. Bu şəkildə deməsi, deməli, oruç tutanın müstəhəb olan əməllərindəndir. Bu barədə də müəllif Əbu Hureyranın hədisini zikr edir. Əbu Hureyra, Allah ondan razı olsun, buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur. Deyir ki, sizdən biriniz oruç tutduğu gün nə bir pis söz, xoşagəlməz söz, ədəbsiz və əxlaqsız söz danışmasın, nə də ki, qışqır bağır salaraq münaqişə, mübahisə, dava etməsin. Əgər bir kimsə onu söyərsə və yaxud onunla dava etmək istəyərsə, o zaman o desin ki, mən orucluyam, mən oruç tutmuşam. Və bu hədisi də müəllif qeyd edir ki, oruç tutanın deməli, ona qarşı xoşagəlməz bir söz və davranış olduqda, mən oruç tutmuşam deməsi müstəhəb olan əməllərdəndir. Bu hədisi də İmam Buxari və İmam Müslim rivayət etmişdir. Sonra müəllif qeyd edir, 7-ci oruç tutan üçün müstəhəb olan əməllərdən misvaqdan istifadə etməkdir. Bu barədə də Amir İbni Rabi'ənin hədisini gətirir. Amir İbni Rabi'ə səhabədir. Allah ondan razı olsun. Buyurur ki, mən Rasulullah sallallahu aleyhi və səlləmi o oruclu ikən, o oruc tutarkən dəfələrlə, yəni bir neçə dəfə, yəni sayı bilinməyəcək dərəcədə misvaqlandığını gördüm. Yəni dişlərini misvaqla təmizlədiyini gördüm. Bu şəkildə hədisdə qeyd olunur. Bu hədisi Əhməd, Abu Davud və Tirmizi rivayət etmişdir. Tirmizi bu hədisin isnadına həsən demişdir. Eyni zamanda da İbn Həcər Əl-Əsqalani bu hədisin isnadına həsən demişdir. Lakin bəzi alimlər bu hədisin isnadını zəif hesab etmişlər. Tirmizi öz kitabında buyurur ki, alimlər buna əməl etmişlər. Yəni misvaqla istifadə etməyə əməl etmişlər. Və onlar oruç tutanın misvaqdan istifadə etməsinə heç bir eyib tutmamışlar, eyib olaraq görməmişlər. Və sonra qeyd edir ki, lakin bəzi elm əhli, alimlərdən bəziləri deməli buyurur ki, misvaqın yaş olanından, yaş misvaqdan istifadə etməsini məkruh görmüşlər. Xüsusən gündüz vaxtı, yəni Ramazan ayının oruclunun oruc olan vaxtı, gündüz vaxtı, deməli, misvaqların bəziləri, əziz müsəlmanlar, təzə misvaqlar, yəni yaş olur və onlar da tamlı olur, tam verir. Və Tirmizi buyurur ki, İmam Tirmizi, Allah ona rəhmət eləsin, ümumiyyətcə buyurur ki, yəni alimlər buna əməl etmişlər, misvaqdan istifadə etməyə və onlar oruç tutanın misvaqdan istifadə etməsinə də yəni heç bir eyib görməmişlər. Lakin bəzi alimlər isə təzə misvaqdan istifadə etməyi məkruh hesab etmişlər. Xüsusən təzə olan misvaqlar var ki, onlarda yəni sulu olur tərkibi. O baxımdan xüsusən də gündüz vaxtı istifadə etməyi məkruh hesab etmişlər.
Və sonra İmam Şafi'dən qeyd olunur ki, İmam Şafi hətta gündüz vaxtı belə misvaqdan istifadə etməyi, yəni məhkruh görməzdi, heç bir eyib görməzdi. Lakin fəqihlər arasında müxtəlif fikir ayrılığı var. İmam Əhmədə görə isə, yəni İmam Əhməd xüsusən oruclu olan vaxtı, gündüz vaxtı yaş misvaqdan istifadə olunmasını bəyənməzdi. Amma İmam Şafiyə görə bu heç bir zərər olmamaq kimi qeyd olunur. Heç bir zərəri yoxdur. Və həmçinin başqa bir əsər var. Abdullah İbni Ömərdən, Allah ona razı olsun. Buyurur ki, oruç tutanın misvaqdan istifadə etməsində heç bir eyib yoxdur. Yəni, Abdullah İbni Ömər deməli, oruç tutanın misvaqdan istifadə etməsində heç bir eyib görməzdir. Yəni, icazəli olaraq görərdir. Sonra, əziz müsəlmanlar, müəllif qeyd edir ki, oruç tutanın deməli, müstəhəb olan əməllərindən 8-ci, deməli, oruç tutanın səxavətli olmasıdır, əli açıq olmasıdır və xüsusən cömərd olmasıdır. Çünki, deməli, bu ay, Ramazan ayı elə bir aydır ki, Ramazan ayı daha çox cömərd olunan bir aydır. Və bu ayda da, Ramazan ayında da, yəni müstəhəbdir ki, insan səxavətli olsun. Daha çox səxavətli olsun. Bu barədə müəllif İmam Buxarinin rəvayət etdiyi hədisi gətirir İbn Abbasdan. Allah ondan və atasından razı olsun. Buyurur ki, İbn Abbas buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm insanlar içərisində ən səxavətli olan idi. Və qeyd edir ki, Ramazan ayında Cəbrail ilə görüşən zaman daha çox səxavətli olardı. Fikir verin, diqqət edin. Sonra hədisin sonunda isə bu şəkildə qeyd olunur. Rasulullah sallallahu aleyhi və səlləm xeyrxahlıq etməkdə əsən xoş küləkdən daha çox səxavətli olardı. Və bu hədis onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayında daha çox cömərd və səxavətli olardı, əli açıq olardı. Və bu baxımdan da deməli, Ramazan ayında sədəqə vermək müstəhəb olan əməllərdəndir, oruç tutan üçün. Yəni, hər kəsin özünə uyğun şəkildə, yəni büdcəsinə uyğun şəkildə nəyə gücü çatırsa bu ayda, yəni sədəqə verməsi onun üçün daha xeyirdir, müstəhəb olan əməllərdəndir. Sonra müəllif qeyd edir ki, oruç tutanın müstəhəb olan əməllərindən 9-uncusu Quran-ı Kərimi oxumaqdır. Quran-ı Kərim bilirsiniz ki, bu ayda nazil olub. Allah Taala'nın kitabıdır və mübarək bir kitabdır. Və bu barədə də həmin bu hədisi müəllif qeyd edir. İmam Buxarinin rəvayət etdiyi hədisi. Rasulullah sallallahu aleyhi və səlləm deməli, bu ayda Quran-ı Kərimi daha çox oxuyardı. Hansı ki, İbn Abbasın rəvayət etdiyi hədisdə buyurulur ki, deməli, Ramazan ayında Cəbrail ilə görüşən zaman daha çox səxavətli olardı və həmçinin buyurulur ki, İbn Abbas buyurur ki, Rasulullah sallallahu aleyhi ve sellem Ramazanın hər gecəsində Cəbrail aleyhissalam Peyğəmbərlə görüşərdi. Yəni, Peyğəmbərlə birlikdə görüşərdi və o Quranı onunla birlikdə oxuyardı. Yəni, hər ikisi bir yerdə Allahın kitabını oxuyardılar. Və bu hədisdən də o nəticə çıxarılır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail ilə birlikdə, Allahın ona salamı olsun, Quran-ı Kərimi tilavət edərdilər, oxuyardılar qarşılıqlı və daha çox, digər aylara nisbətdə daha çox Allahın kitabını oxuyardı. Və bu da Ramazan ayının, oruç tutanın deməli, müstəhəb olan əməllərindəndir ki, oruç tutan bu ayda nə qədər çox Quran oxuyarsa və onun üçün daha çox savab var. Sonra müəllif qeyd edir, əziz müsəlmanlar, deməli, Ramazan ayında oruç tutanın müstəhəb olan əməllərindən oruç tutanlara iftar vermək. Oruç tutanlara iftar vermək. Və bu barədə müəllif Zeyd ibn Xalid Əl-Cühəninin hədisini gətirir. Allah ona razı olsun. Deməli, buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, kim bir oruç tutana iftar verərsə, onun orucunu açması üçün iftar verərsə, deməli, oruç tutan qədər eyni ilə ona savab və mükafat yazılar.
və oruç tutanın savabından heç bir savab azalmadan və əskilmədən, deməli, həmin şəxsə də oruç tutan qədər savab yazılar. Diqqət edin, yəni oruç tutana iftar vermək, orucunu açması üçün eyni ilə oruç tutanın savabı qədər savab yazılır. Və oruç tutanın savabından heç bir şey əskilmədən. Bu hədisi də İmam Tirmizi rivayet etmişdir. İmam İbn Məcə və həmçinin İmam Əhməd, İmam İbn Hibban və hədisin isnadı həsən və səhihdir. Və nəhayət, əziz müsəlmanlar, deməli, oruç tutan üçün müstəhəb olan əməllərdən 11-incisi Ramazan ayının son 10 günlərində ibadəti daha ciddi şəkildə etmək, daha çox çalışqanlıqla etməkdir. Bu barədə də müəllif İmam Buxari və İmam Müslimin rivayet etdiyi hədisi gətirir. Ayşə radiyallahu anhə, Allah ondan razı olsun, buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm Ramazan ayının son 10 günü daxil olduğu zaman gecəni ihya edərdi, yəni ibadətlə keçirərdi, ailəsini oyadardı və ibadət üçün hazırlıq görərdi. Yəni, bir ləfsdə qeyd olunur ki, izarını bərk bağlayardı. Yəni, paltarını, libasını, özünə izarını bərk bağlayardı və gecəni ibadətlə keçirərdi və ailəsini də oyadardı. Və bu onu göstərir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayının xüsusən son 10 günündə əvvəlki günlərə nisbətən ibadəti daha ciddi şəkildə keçirərdi. Daha ibadətə çox sarılardı və ibadətə özünü həsr edərdi. O baxımdan, əziz müsəlmanlar, bu hədis bizə onu göstərir ki, Rasulullah həm bu hədis Müslim rivayet edib, Müslimin rivayətində, yəni Buxari ilə olan rivayətində ləfz fərqi var. Birində əvvəldə keçir, birində sonrada keçir. Müslimdə keçən ləfzdə Rasulullah gecəni ihya edər, yəni ibadətlə keçirər, ailəsini oyadar və ibadətə hazırlaşardı, daha ciddi şəkildə hazırlaşar və izarını bərk-bərk bağlayıb ibadətə hazırlaşardı. Eyni ilə də Buxaridə keçən rivayətdə bu şəkildə keçir ki, Rasulullah Ramazanın son 10 günü daxil olduğu zaman izarını bərk bağlayar, gecəni ibadətlə keçirər və ailəsini də oyadardı. Bu onu göstərir ki, Rasulullah son 10 gündə daha çox ibadətə sarılar, daha çox ibadəti edərdi və bu da Ramazan ayının xüsusiyyətindəndir ki, oruç tutan üçün müstəhəb olan əməllərdəndir. Allahdan istəyirəm bizi Ramazan ayında, xüsusən də bu son 10 günlərdə Allah Taalaya ən gözəl şəkildə ibadət edən, Allaha özünü həsr edən, ibadətə sarılan qullarından etsin. Uca Allahdan diləyirəm, hər birimizin günahlarımızı bağışlasın və bizi bağışlanan qullarından qərar versin. Allah Taala bizim valideynlərin günahlarını bağışlasın və onlara rəhm etsin, zürriyyətimizi salihlərdən etsin, bizə mömin kimi yaşayıb və mömin kimi ölməyi hər birimizə uca Allah müvəffəq etsin və Allah Taala bizi Ramazanın sonuna qədər bağışlanan qullarından qərar versin və iman, salih əməllər və itaat üzərində yaşatsın. Sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Subhanəkallahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və ətubu iləyk.